Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, pedaqoq, dövlət mükafatı laureati, xalq artisti, professor Ramiz Quliyev ilə vida mərasimi keçirilib. Mədəniyyət naziri Adil Kərimli Ramiz Quliyevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. Nazir qeyd edib ki, onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir xəzinədir ki, zaman onu silə bilməz. Bu irs gələcək nəsillər üçün də örnək olacaq. Onun tək ifaçılığı deyil və burada qeyd olundu onun yaradıcılığından xüsusi istiqamətlər, amma təbii ki, böyük bir ifaçı olmaqla tar sənətini xüsusi təbliğ etməklə Azərbaycan tarını, Azərbaycan musiqisini nəinki ölkəmizdə, bölgəmizdə, dünyaya tanıtmaqla o bizim Azərbaycan mədəniyyətinin dünyada sevilməsinə və bu prosesdə töhfəsi olan bizim əvəz olunmaz sənətçilərimizdən. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli dərin kədərini ifadə edib. Ramizlə bir yerdə biz saysız hesabsız konsertlərdə iştirak eləmişik. Ramizin bioqrafiyanı biz eşitdik. Dünyada bəlkə bütün ölkələrdə olmuşdu. Konsertlərlə, böyük zallar, simfonik orkestrlə. Ramiz nəinki böyük ustaddır. Ramiz əsl vətəndaşdır, əsl patriotdur. Ramiz əsl pedaqoq. Neçə tələbələri yetişmişdi. Özdə yaxşı tələbələr. Ən yaxşı tələbələr məhz Ramizlə çalışırdılar. Ramiz gözəl kitabların müəllifidir. Neçə metodik, çox vacib ifaçılar üçün kitabların müəllifidir. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə çıxışında Ramiz Quliyevin musiqi mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib. Ramiz müəllimin ifaçılıq portretinin ən belə deyək də önəmli, ən yadda qalan xüsusiyyətlərindən biri də məhz onun ifaçılıq manierasıdır. Hörmətli Adil müəllim bu faktı artıq qeyd etdi. Ramiz müəllim həqiqətən də musiqini elə çalırdı, sanki tar burada danışırdı auditoriyanın, tar hansı həqiqətləri dinləyicilərə çatdırırdı və burada məndə istər-istəməz belə bir assosiasiya yaranır. Sanki Mikayıl Müşfiq oxu tarı məhz elə Ramiz müəllimin simasına, onun şəxsiyyətinə, onun ifasına həsr etmişdi. Mən ona həmişə deyirdim, tarımızın dünyada bayraqdarısan sən. O söz onun xoşuna gəlirdi. Özündən sonra böyük bir tarçalanlar ordusu yetişdirib. Ramiz müəllimin ifası min ifanın içindən seçilir. Onun vurduğu mizraplar. Onun yeri təbii ki, hər zaman görsənəcək. Mən oyuna çox yaxın idim. Ona fikrimizi bölüşürdük, sənəti bölüşürdük. Bir-birimizə bir yerdə işləmişik, kafedra müdürü olan vaxtı. Ümumiyyətlə onun dünya görüşü tək ifaçılıqla bitmirdi. Ramiz müəllimin çox böyük dünya görüşü vardı. Dost itirmək bir dərddir. Müəllim itirmək bir dərddir. At itirmək başqadır. Mən hamısını itirdim. Mikayıl Müşfiqin gözəl sözləri var. Deyir, oxutar, səni kim unudar? Biz Ramiz müəllimi unutmayacağıq. Ramiz Quliyevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qeyd edək ki, görkəmli sənətkar 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.